Herkese salamlar dostlar. Bugün sizlerle birlikte yeni bir video, yeni bir zıpımı videosuyla yani karparking videosuyla karşınızdayım. Uşaqlar bugün sizlerle birlikte serimizi devam elətdiririk. Dünən canlı çəkmişdim deyə serinin davamını ata bilmədim. Amma bugün inşallah gözəl bir video olacaq deyə inanıram. Ona görə başlayaq. Serimiz nədir deyə soruşanlar deyim də nədir? Baxın, qəşəng bir seridir. Biz hər bölüm, hər video yeni bir maşın almalıyıq və o maşınları da 20 gündən sonra, yəni ki 20 dənə maşın alandan sonra sizə paylayacağım, yəni sizə hədiyyə verəcəm. Yəni nə maşınlardır onları bilmirəm. Qabağımıza nə çıxsa da pulla da olar, barterlə də olar, hədiyyə də qəbuldur. Sonra bir də bunun mən bir dənə də əvvəlki versiyasını eləmişdim, ancaq Azərbaycan serverində. Daha orada aldığım maşınların hamısı silindi, getdi. Söhbəti bilənlər bilir, hadisəni bilənlər bilir. Ona görə də bütün dünya serverlərinə girə bilərəm. Yəni istəsəm ingilis serverinə girərəm, türk serverinə girərəm. Maşın fərqi də yoxdur. Yəni sadəcə qəşəng bir maşın olsun, ya 2000 HP olsun, ya 1695 HP, çizim, miqalkalı. Yəni belə bir dəyərli, digərlərindən fərqlənən bir maşın olsa, yəni barter ya da alardım. Nəysə, çox danışdım. Yorulduzsa üzr istəyirəm. Mən yorulmadım, nəysə. Gəldik türk serverindən davam edəcəm. Bəlkə bu maşının nəyisə barter elədik. Amma uşaqlar, bu maşının nəyisə barter eləsəm, yəni bunu sizə verə bilməyəcəm. Çünki özüm tapmışam. Sadəcə yeni bir maşın almağa çalışacağam. 350 minə, bu nədir belə? Logosu da normaldırsa ala bilərəm məsələn bunu. O video bundan bitməyəcək də. Yox, qəşəng deyil logosu. Logo yəni doğrusu real logo olsaydı bəlkə nə ilənsə barter eləyərdim. Biraz maşınları falan bax, valla normal maşın görmürəm burada. Ki yazım ya satsan satma. Bax bu məsələn, bax bu yaxşıdır. Bax bu mənim maşınım məsələn qəşəngdir. Məndən soruşa bilərik. Oyda uşaqlar, bir nəfərlə danışdım, indi odaya gələcək. Maşın bu deyə, bu fers salmısınız. 07'nin bir dənə vidinə fasonu. Bax indi ki, bura qoyulmuş bir dənə şeyə zada bax. Arxanın bir dənə xrom disk zatda oyun biraz kasır çalar, bağışlayın. Bir dənə bax, buna bax bir dənə sanatçı sizin maşın budur ya. Nə deyir? Yaşanmadan geçən yıllar tansın. Oyda. Maşın çox qəşəngdir. Yəni mənim 07'm olmasaydı 100% bunu alardım da. Nəysə, kimsə xoşluqla söyləsin, gözümüz qalmasın. Hər nəsə uşaqlar, bir nəfərlə danışdım. Yəni öz maşınımı fəda eləyəcəm. Bir maşındır. Ferrari F40 məncə məndə olmalıdır. O maşını aparacağım və ya bu fersiz ya da normal bir maşın gətirəcəm. Görüm F40'ım var. F40'ım məncə olmalıdır. Bir də burada. Aston Martin istəmişdim. Bir də görüm Aston varmı? O yoxdur. Yox, Aston Martinim yoxdur. Olmaz, amma əsasən yəni F40'ı istəmişdi. F40 məncə bu olmalıdır. Hə, bu hansı maşınımdır mənim? Görün HP-dir. 400 boş şeydir bu. Yəni olmasa qalsa da qalmasa mən coinli maşınların çoxunu yəni barter üçün yığıram. Odanı qururam, o odaya gələcək. Görün nə gətirəcək. Dedi, xrom bir maşın var. Arxa, qabaq bu fersizdir. Görüm onu gətirsə yaxşı olar. Gözləyək görün nə gətirəcək. Yenə keçənki bölümdəki kimi eləyək, gözləyək də. Yəni adam nə vaxtda gələcək eləyəcək. Məncə gözləyək. Yəni istəməyənlər qabağa verər. İstəyənlər də otursun mənlə birlikdə söhbət eləsinlər, durun, hə. Yəni mən bu aralarda necə sıxıldığımı hiss eləyin, nə başa düşün. Ona yəni çəkdiyim əziyyətlərə görə bir like atın. Elələri olur, nə bilim, telefon sönür, telefonu zaritkaya qoyur, açır, gəlir sonra deyir ki, üzürlü sayda. Aradan da 5-6 dəqiqə keçib da, mən də gözləyirəm ki, odaya gələcək. Yəni ümid var, gələcək də odaya. Sonra deyir, üzürlü sayda, telefon söndü elədi, telefonu zaritkaya qoydu. Nəysə, indi bax, bu da o hala düşməsə yaxşı olar. Görüm tez gələcək, yoxsa yox. Bax, hələ gözləyək. Like atarsınız da, yəqin siz də şallah. İstəməyənlər, yəni gözləmək istəməyən bir 10 dəqiqə, 10 dəqiqə neydi? 10 saniyə qabağa verə bilər. Gəldi, hələ də yox. Ya da sizə bu işgəncəni verməyəcəm. Hadi təzdən odaya girəm. Görün, mən tapacağım. Passatı olan. Görəsən, Passata çizimli bir maşın verərmi? Yazacağım var da, bəlkə yəni çox ehtiyac var o Passata və çizim də verdi də, yəni. Məsələn, yəni verə bilər məncə.
Gələk bura. Bu maşını götürdüm. Bəlkə bu F40 zad istəyən olardı təzədən. Görək nəsə yazacaqmı, ya mən nəsə tapacağammı? Yəni o passadan onu eləsəm, yəni sizə verəcəm də yenə də 30 min. Bir şey varmı? Allah sat. Burada satmırlar. Burada ancaq barter söhbətdir. Yəni bartercik bir maşın olan ancaq gəlsin türk serverinə. Maşını neçə qoydum hə? Yazıq motul. Neçə yazmadı. Onu da şalar. Çıxdıq. Mən onda birbaşa elə gedəcəm ingilis serverinə. Bəlkə oradan 1695 HP miqalkalı bir qəşəng bir maşın tapam da. Orada hələ ət olur. 2000 HP-li maşınlar olur da orada. Yəni elə bir şeylər olur. Serverlik bir maşın götürək də. Yəni orada nə ilə gəzə bilərik? Mercedes götürərdim amma onu aparmayaq. Fortuner. Hə, Fortuner aparaq. Onda da bezdirəcəklər, satırsan, eyb olmaz. Oyda. Fortunerin qabağı mən nə günə qoymuşam? Yo, bunu mən şey eləməliyəm, bunu mən dəyişməliyəm. Yəni bütün şey olaram da mən Fortunerin qabağını qəşəng dəyişməsəm. Hə, bildim. Maşın deyəsən niyə bu qədər qalxıbdı yuxarı? Buna ayar eləmişdim. İstəyirəm dağıdım bir dəfəlik. Daha da qalsın, eyb olmaz. Avstraliya serverində 4000 nəfər. Avstraliya deyil. Avstraliya başqaydı. Hər nəsə, yəni bu serverdə niyə 4000 nəfər var? Bir dəqiqə girməliyəm. Yo, burada bəlkə oradan bazar çox yaxşıdır, hamı gəlir bura. İlk dəfə yəni bunu videoda görürəm. Yəni Avstraliya serverində bu qədər çox adam ola. Nəsə baxım da qoy girim. Bəlkə qəşəng maşınlar çıxdı. Sən çizimlər zatlar 10 milyona, 20 milyona cənnətə düşürsən. Zor olardı ya. Serverdə, yəni necə serverdə ki 4000 nəfər var. Mən hansı odaya girirəm? 3 də odaya girmişim, 3-ündə də ancaq mən olam. Ayda biraz məncə gözləmək lazımdır. Çünki o 4000 nəfər məncə ingilislərin 4000 nəfərdir. Qalıbdı burada. Bax bu fırlanan yer var. Fırlanan yer açsın biləcəm. Burada 4000 nəfər varmı ya yoxmu? 4000 nəfər 100% ingilislərdən qalmadı. Çünki ingilislərdə də elədi bax. Açıldı, neçə oldu? 4000 nəfər necə ola bilər axı? 4000 nəfər yəni niyə bir oda yoxdur? Heç kim olmur da yan odada. Nəysə da ingilislərə girəcəm. Çə. İngilislərə bax girirsən, qəşəng pullu maşını 30 milyona satılır. 30 milyona satırlar nəysə. Yəni satırlar da əsasında. O maşını heç kim satmaz 30 milyona. 30 milyon da 30 milyon var nəysə də. Yəni etsənsə də satıb bu nədir? Bu çizimdir belə yoxsa yeni body kit satdı. Bu nə qəşəng görünür belə. Hansı maşını bu coin olan? Ayda var mı oldu hə? Coin olan da bu. Hə, coin olan. Bu kənarı niyə belə qəşəng görünür? Yəqin body kitdən imiş. Nəysə mən biraz buralarda gözləyəcəm. Görüm qəşəng bir maşın satarlarmı ya miqalkalı olsun, polis maşını, yəni 1695 tip olsun. Görüm qəşəng bir şey olar. Uşaqlar oyun çox kasır. Yəni maşınlar falan 2 dəqiqədən bir yəni şey olur da, silinib eləyir. Yəni heç bir maşına baxa bilmirəm də demək olar. Bütün qrafiklərin hamısını belə aşağı salmışam. Onunla da belə yəni çox şey. Bir dəqiqə. Mən bəlkə burada bir dəyişiklik eləmişdim. Bəlkə ondandı. Voy bir dəqiqə. Yox, ondan deyil axı. Başqa valla mən bir şey eləməmişəm burada amma yəni çox kasır, heç bir şey eləyə bilmirəm də. Burada nə maşınlar soruşa bilərəm, nə bir şey eləyirəm. Bir də uşaqlar, burada Line adlı qaqa var. Sağ olsun, dedi videosu mən deyim, hə. Yəni onun dediyinə baxın, mən deməmişəm. Yəni uşaqlar, baxın da gözümüz qabağındadır. Mən nəsə demişəmmi burada yazsın mən, ya nəsə desin ki, yəni video falan abunə olun, video abunə olun özdə. Deyir qaqa takipçilərim hamıya salınır, abunə olun. Düzdür uşaqlar, abunə olun zəhmət olmasa, istəyirsiniz abunə olun, özünüz bilərsiniz. Nəysə, axtarım görün nə tapıram. Qaqaş sağ olsun, gençlər, rədd eləyə bilməyəcəm, yəni çevirə bilməyəcəm. Çünki oyun dəhşət çox kasır, bilmirəm bu qrafikdəndir, nədəndir. Valla oyun zat da yükləməmişəm ki, əlavədən deyim ki, telefon çox donur. Yəni dəhşət çox donur da. Qaqaş deyir ki, oda qur, indi maşın gətirir, yəni nəsə istəyər. Bilmirəm amma yəni dedi ki, nə axtarsan, mən də yəni dedim də nə olsa, çizim olsun, xrom olsun, bu face olsun. Yəni nə gəldi axtarıram dedim. İndi görək də, görək nəsə gətirərmi, nəsə deyirəm. Yəni geri çevirə bilməyəcəm. Onsuz da yəni hədiyyələri də açığıq ki, bu 20 günü tez bazar qutaraq.
20 gün olmasın, yəni 20 dənə maşın yığmalıyıq. 3 dənəsini yığmışıq, qalıbdı deyəsən 20-dən 3 çıxamıram bir dəqiqə, biabırçılıq vəziyyətdədir. Hə, 17 dənə. Bir dənə yəni 20-dən çıxamadım da mən. Normal bir dənə maşın, elə bunu götürək. Görək qardaş nə deyir. Dedi o da qur, yəqin ki, nəsə maşın hədiyyə eləmək istəyir. Yəni hədiyyə eləsə çox yaxşı olardı. Oyun hələ də donur. Yəni lobbidəyəm, burada da donur. Yəni bilmirəm də niyə bu qədər çox donur, amma nəsə də eyb olmaz. üçün o üzübül qaqaş nə gətirdi ha? Oh, qaqaş bir baş çizim gətirdi. Yox qaqa mən bunu gətirəm. İnşallah kvalitet üçün üzrü sayın, yəni çox aşağı saldım bu şeyi. Oyun üçün yəni donmasın. Hələ bu vəziyyətdə də donur. Nəsə qaqaşla biraz danışım deyim, yox bu çox olar qaqa. Dostlar, o dediyim uşaq çıxdı. Dedi işim var, maşın gətirdi elə çıxdı. İndi Arif adlı bir dənə takipçimiz gəldi. Maşını stok maşındır, yəni heç şey yoxdur. Saat üstündə şeyin Cadillac'ın logosu var. Yəni o da yaxşıdır, loqolu maşındır. Mən də takipçimin verdiyi, yəni verdiyi deyəndə aldım takipçimdən. Bir dənə Galenwagen var idi. Onu satmamışamsa əgər satmışam. Eyb olmaz. M8'imiz durur. Qarix idi, bayraqlı 1695 tipi. Belə heç loqolu 1695 tipi M8'dir. Görüm ondan barter eləyə bilsəm yaxşı olardı. Görüm nə deyir. Videonun vaxt gecə 16:53-dür, 5-dür. Yəqin ki 6 yazıda yüklənər. Əslində gec deyil belə. Ya mən həmişə tez yükləyirəm deyə ona görə gec olur. Hər nəsə ayda qaqaşın aidisini götürməm. Qaqaş ekləmək yadımdan çıxdı. Görək qaqaş, Allah qoysa gələr, ya da bəlkə gəlməz, gözlə dedim, yəni gözləyəcək orada axıra qədər. Çünki aidisini ekləməmişəm özümdə. Gəldim yenə odalara baxmağa, görüm odaları normal bir maşın olsa, bax bu nədir? 45 milyon 926 tipi nədir? Bunlar ağ eləyirlər əməlli başı. Bunlar satanda əməlli başı çox baha satırlar. Başqa. Burada gözləməyin adı yoxdur. Çıxırıq. Tez girəcəm inşallah. Videonda qəşəng bir maşın alaraq tez bir şəkildə bitirək videonda. Keçirik 3-cü oda olur, hə deyəsən. Hətta 4-cü oda. Hə, bu 4-cü oda olur. Aha. Ay şükür Allah, 8 milyon 1662, yəni 95 speeddə. Axır ki 1 milyon özə 8 milyon aldım, şükür Allah, video da qutardı. İnşallah sizin burada 12 dəqiqəlik baxdığınız video mənim real həyatda 1 saatımı götürür. Yəni kəsirəm, kimlərlə danışıram, olmur. Yenidən videonu açıram, 2-3 saniyəlik video açıram, sizə deyirəm necə oldu. Sonra bağlayıram, yenə maşın tapıram, nə bilim. Yəni çox uzun sürət gedir də. Bu deyəsiz ki bu stoku niyə 8 milyon aldım? İnşallah özüm qəşəng yığacam. Yəni özüm yığa biləmsə niyə mən belə stok maşınlara pul verməyim də yəni. Qəşəng bir maşın halına gətirəcəm. Finalın halında siz görəsiniz özünüz. Minsinə zibil qoyub belə bir maşın ortaya çıxartdım. Hətta mən maşını daha da yaxşı eləyəcəm. Biraz şüşələrini açıq eləyək. Şüşələr çox qapqara olanda maşının vidi pozulur. Hə, maşını çox qəşəng eləyəcəm. Yəni hələ ki videonu çıxartmaq üçün elə belə də yalandan bir şey elədim. Amma özüm yəni maşının üstündə işləyəcəm, qəşəng bir şey ortaya çıxardacağam. Deyək ortada belə bir şey var, amma bu yox da belə bir şey. Ortada var. Bax bu şey deyirəm, qara xətt kimi. Qara xətt var amma yoxdur. Nəysə, buralardan da belə qoyduq, kənarlar açıq. Yəni belə bir maşın alındırdım. İndi üstünə belə açılacaq yer falan qoyacağam. Qabağına belə bir desmen kimi bir şey elədim. Nəysə uşaqlar, bu günlük bu qədər olsun deyirəm. Gələn videoları görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik uşaqlar. Bay bay.